Kızlar salam, sabahınız xeyir. Kanalımıza xoş gəlmisiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolu yöndəmindədir. Bizdə də şükürlər olsun, gördüyünüz kimidir. Bacınız yenə boş durmur. İşinin başındadır, bişirir, düşürür, yuyub, yığır. Dünən izlədiyiniz videoda qeyd etmişdim ki, işdən gəldim, qablarımı yumadım. Getdim elə yatdım, dincəldim. Yəni bir sözlə bu aralar özümə vaxt ayırıram demişdim. Amma bugün də görürsüz iş görürəm. Dünənki izlədiyiniz videoda da iş görürdüm, amma bəzən özümə vaxt ayırıram. Həqiqətən də iş qaçmır deyirəm. Hər dəfə tapılır iş. Qurtalanmağa bir iş tapırsan. Bir izləyicim var. Allah ondan da, sizdən də, bütün qəlbi təmiz olan izləyicilərdən razı olsun. Sevda xanım həmişə mənə yazır. İş hər dəfə var deyir bacı. İş qutaran şey deyil, amma insanın özünün canı da önəmlidir, sağlamlığı da önəmlidir. Həyatı sevərək yaşamaq lazımdır. Bunu çox gözəl izah etmiş. Çox bəyənirəm onun yorumlarını. Buradan bacımızı öpürəm. Məndən balaca olsa da yanaqlarından, böyükdürsə də əllərindən öpürəm. Onun simasında bütün izləyicilərimin nə tər etsəm, nə tər izah etsəm, inanın ki, qəlbimdən o qədər gözəl, xoş sözlər gəlir ki, sizlər üçün, sizi kimi gözəl izləyicilər üçün. Allah şahiddir, Allah bilir daha mənim qəlbimdən nələr keçir. Nəysə bacılar, burada süd asmışdım, süd aldım səhər, qaynayır, bir 5-10 dəqiqə qaynadacağım. Keçən videolarımda da demişdim ki, qaynadanda qəşəng qatıq alınır. Burada yağ soğan asmışam, burada altı yanır mı? Hə, yanır. Yağ soğan asmışam, bu qovrulsun, qreçka bişirəcəm. Kök gətirdim, bunun yarısını soğanla birlikdə qovuracağım. Ondan sonra qreçkanı vuracağım, qəşəng onu bişirərəm. Bunun yarısı, qalan yarısını da ki, toyuğun sinətidir, yağ soğan edəcəm yenə. Padilif kimi bunu ayrı hazırlayacağım. Biraz da tomat vuracağım, batırmalı souslu kimi. Yoxsa bizim uşaqlar özbə yaşı kimi bişirsəm də qreçkanı elə də ürəklə, canla, başdan yemirlər. Gərək yanında bir padilif ola, bir nəsə də ola, onun suyuna batırasam, ona qarışdırıb yeyəsəm. Burada qavlarımı yumuşam, hər dəfə olduğu kimi buralar belədir. Baxın, indi sizlərə nə göstərirəm. Dünən izlədiyiniz videoda meyvələr qurudurdum. Almalar bir gecənin içində qurudu. Amma apelsin hələ biraz qalmalıdır bunlar. Almalar da belə bu cür alındı. Bir-iki izləyicim var, yazdı ki, sonuçlarını da göstərərsən, görək necə alınır. Sonuçlar da ki, belədir bacılar. Mən şəxsən çox bəyəndim. Həqiqətən də həm dadını, həm belə nazikdir, çipsi kimikdir, yüngülvari atışdırmalıqdır. Belə bu cür hazırlayıb stolun üstünə qoymaq olar, gedib gəlib yemək olar. Həm vitaminləri boldur, həm də ki, qəşəngdir. Bir anamız da yazıbdı, mən deyir, neçə illərdir qızım deyir, atoplenanın üstündə quruduram. Amma yalan deməyim, nə apelsin, nə mandarin qurutmamışam. Yəqin ki, indi anamız onu da yoxlayar, çünki çox gözəl dadır. Məsləhət görürəm qurutmağını. Amma xurma qurutmuşam deyir, bir də alma qurutmuşam. Almanı belə qalın doğramışam deyir. Səni kimi nazik yox. Mən elə xoşlayıram deyir. İndi o cür də qurudarıq, ona da baxarıq. Nazik də baxarıq, qalın da edərik, hər cürünü edərik. Boşluq olanda. Bu da ki, belədir. Bunun dadına baxdım. İnanın ki, elə gözəl dadı var. Yedikcə insanın yeməyə gəlir. Qabığının ayrı tamı var, içinin ayrı tamı var. Göz haqqınızı halal edin bacılar. Məncə elə çətin bir şey deyil. Hər birimiz edə bilərik. Yüngülvari atoplenanın üstündə qurudub ailədə istifadə edə bilərik. Çox göz. Bunun fərqli dadı var. Bunun da fərqli dadı var. İndi anamız deyəndən sonra xurma quruduram. Mən də eləmədim, tənbəllik getdim, xurma aldım. Amma içi şokoladla olan xurmadan tapa bilmədim. Ağız büzüşdürən xurmadan almışam. 2 dənə. İstəyirəm ki, onu doğrayam, qurudan biraz da qalın doğrayam. Amma bizə mənə çatmayan yer nədir bilirsinizmi? Mən heç xurma qurutmamışam. YouTube'da baxıram, görürəm ki, belə xurmanın ipindən bağlayırlar.
birinci soyurlar. Ondan sonra qaynar suya salırlar. Ondan sonra ipindən bağlayırlar göyə, gün qurudur. İndi bizdə ataplə suda quruduruq deyə bilmirəm ki, suya salıb çıxartmalıyam mı qaynar suya. Yoxsa elə o cür qabığını soyub dilim-dilim edib elə mi qurutmalıyam? İndi o mənə hələ çatmır. Bu daha əlverişlidir. Həm vitaminlidir. Həm də belə bu cür qurudursan, çipsi kimi uşaqlar gedib gəlib yeyirlər. Mən bunu məsləhət görürəm. İndi qaldı ki, sizin fikirləriniz. Bu apelsin bir gecədə qalsın, bir gecədə dursun, ondan sonra sabahda onu çıxardaram. Belə bacılar, gətirim indi yeməyi hazırlayayım. Yemək hələ böyle qaynar su tökmüşəm. Qaynar suda qaldı, baxın nə qədər kəfi çıxdı. Bunu ya qaynadaram, ya qaynar su tökərəm, bir-iki dəfə də qaynar suda yuyarəm, ondan sonra yeməyini edərəm. Dəyişəcəm indi suyunuzanı. Bunu gətirib indi podliv edim. Qreçkanı bişirim. Südün də altını söndürdüm. Süd də bişdi. Bir stəkan bacınız da süd də içsin. Ondan sonra işini gücünü görsün. Bunu belə hazırladım. Biraz tomatı artıq oldu, amma tomatlı xoşlayırlar qreçkanı yeyəndə. Bu belədir. Bunun da ki hələ altını söndürməmişəm, amma qəşəng bişibdi. Elə indi söndürək. Dəmləndi, bu da belədir. Sarımsaq da vurdum, içində ağlar sarımsaqdır. Soğandır, kökdür, qreçkadır, sarımsaqdır. Bir də duz yağ. Belə bu cür alındı. Biraz indi dinlənsin. Ondan sonra verirəm, uşaqları yeyərlər.
Axşam oldu. Hələ işim qurtarmayıb. İndi də məktəbə gedirəm. Valideynlər iclası var. Ora çağırıblar. Bugün alim dedi ki, mama bizim sinifdə bir uşağın vəziyyəti pisləşdi. Skora çağırdılar. Sən demə o uşağın da parfümə qarşı allergiyası var imiş. Bunun da anası xəbərdarlıq eləmişdi. Bir neçə gün bundan qabağa qrupda ki, uşaqlarınıza tapşırın, məktəbə parfüm gətirməsin. Mənim uşağımın allergiyası var. Uşağın biri parfüm aparar, sinifdə püskürdər. Bu uşaq da bundan etkilənər, halı pisləşər. Skora çağırıblarmış. İndi bilmirəm, bu məsələyə görə mi çağırıblar, yoxsa ayrı nəsə bir problemi var, yoxsa nə bilim nədir. Bu yaxından xanımlar, bu yaxından burada bir şey çıxdı. 2 gün mən də qoymadım məktəbə uşaqları. Ayın 19-u 20-si arası. Telegram səhifəsindən belə pis xəbərdarlıq etdilər ki, məktəbə girirlər. Yolundan azan uşaqlar. Əsas da Rus uşaqlarına çox pis xata törədirlər. Dəhşət dərəcədə. İstəmirəm burada açıq deyəm. Etik qaydalarını qoruyaq. Ona görə bütün valideynlər qorxdu. Demək olar ki, məktəbə uşaqlar getmədi. Daha həqiqətən ciddi bir məsələ idi. Ya yox, onu biz bilə bilmədik. Amma qorxumuzdan qoymadıq da, 2 gün qoymadıq yenə. İndi bilmirəm, bu məsələ haqqında mı danışılacaq? Sağ ol, yaşa, salam elə ki. Gedək görək, nədir öyle? Çatdıq mı? Çatdıq, gedək görək nədir. Hələ dərs başlayandan 2-ci dəfədir Sabraniyaya gəlirəm. Hər dəqiqə vaxtım olmur. İndi baxaq görək, nə məsələdir. Növbəti gündən hər birinizi yenə salamlayıram xanımlar. Bir videonu 2 günə bacınız bitirib qutara bilmədi. Bu həftə tənbəl oldu, tənbəlliyi tutdu. Nə çəkdiyim videonun ucu bəllidir, nə başı. Bu haqqında bir izləyici də yazmışdı. Ha vaxtsa da belə 2 günlük vlog paylaşmışdım. Vallahi deyir, bacı deyir, bir şey anlaya bilmədim çəkdiyim videodan. Elə mənim özüm də anlaya bilmirəm. Bəzən vallahi belə 2 günlük videoyu quraşdıra bilmirəm. Çox çətinlik çəkirəm. Gərək bir videonu başlatdımsa, onun davamını həmən günü çəkib qutaram. O biri günə qalsa, artıq elə bir ki, nə başını düzəldə bilirəm, nə ayağını sonlandıra bilirəm. Yəni mən də bir sözlə izləyicimin yazdığı kimi anlaya bilmirəm. Nəysə bacılar, bu həftə tənbəl oldum. Belə gəh video oldu, gəh olmadı. Maraqsız bir şey olduğunu da özüm də bilirəm. Amma nə qədər özüm bilsəm də maraqsız olduğunu sizlərlə günümü paylaşdım, paylaşıram. İnşallah yaxşı olar. Bəzən olur, elə bir şeylər olur. Çəkilişlərinə ara vermək məcburiyyətində qalırsan. Nə bilim, olur da həyatda, hər şey ola bilər. İndi şükür, yaxşıyıq. Burada axşam yeməyi hazırlayıram. Soğanı biraz öldürdüm. Yumşalan kimi olandan sonra marinovkada saxladığım belə dana ətim var idi. Yəni yaşlı mal deyil, dana əti idi. Bunu yağ soğanla birlikdə belə bu cür qovururam. Bu da ətin suyudur. Baxın, suyunu buraxıbdır. Ət marinovkada qaldığına görə bundan əvvəlki videoda da qeyd etmişdim ki, tez bişir, tez yumşalır. Ona görə belə yağ soğanla bunu belə bu cür qovururam. Biraz kartoşka vuracağım, tomat, ondan suyunu vuracağım. Sıx sulu etmək fikirləşirəm bunu. Yemək var, düzü, quru yemək var. Bu da biraz sulu kimi olsun dedim. Kartoşkanı gətirdim, indi bunu gətirim. Soyum, hazır qoyum. Çaydanı da doldurum. Qaynasın, bunun içine vuraram. Bunu suyu çəkilənətən. Buralar da belədir bacı. Bəzi yerlər bardaqdır, bəzi yerlər paryatqadadır. İndi olan şeydir. Paltarzat sərmişəm, paltarzat yüdük. Bizdə artıq axşamdır. Axşamdır, elə 2 saat 6-dır, 7-yə işləyibdir. 8-də yeməyimiz hazır olar, yeməyimizi yərik.
Çayımızı, suyumuzu içərik. İntihası qismət gec gəlir. Onun gəlməyini gözləyəcəm. Gəlsin, ondan sonra ona da yemək verərəm. Baxın, bu videoda göstərmişdim. Xurmaların halı belədir. Belə bu cürdür. Birini yedi, yenə bacınız dura bilmədi. Oğurladı, yedi. Ailə gözəl alınıb bacılar. Baxın, belə bu cür doğradım bunu. Hələ bunu yenə də qurutmaq olar. Amma məncə belə sulu kimi, ətli kimi bir qəşəng tamı var. Burada da apelsinlər yeyilib qutarıb. Bu da xurma idi qoyduğum. İndi bunları yığaram. Bunlar yeyilsin. Bir dəyişik, fərqli dadı tamı var. Çox bəyəndim. Yəni bir sözlə həqiqətən də çox bəyəndim. Eləmək olar. Hər birinizə tövsiyə edirəm. Gətirin, mən kartoşkanı soyum. Çaydanı doldurum. Bunun da duzu da hər şey yeri yerində idi deyə duz zad vurmuruq belə qovurulanda. Suyunu vurandan sonra tərkibində olan duzdur, bibərdir. Kartoşka indi özünə də çəkəcək. Duzuna baxarıq. Azlıq olsa suyunu artırarıq. Amma ət marinovkalı ət olduğuna görə belə yaxşıdır da, duz öz yerindədir. Bir izləyicim yazmışdı, marinovkasını tam açıq bir şəkildə paylaşarsan dedi. Baxın, əti belə, indi mən marinovka edəsi ətim yoxdur deyə göstərə bilmirəm. İrəliyən vaxtlarda inşallah onu göstərərəm. Əti belə bu cür kuşbaşı doğrayırıq. Onun içinə halqa-halqa soğan doğrayıram bacı. Əgər 2 kilo ət etmək istəyirsinizsə də, 1-2 başa yaxın, 2 baş, bax belə. Əgər belə başdırsa da bir dənəsi yetir. Halqa-halqa soğan doğrayıram. İri-iri pomidor doğrayıb tökürəm, 1-2 dənəsini. Ondan petruşkadır, ukropdur, kişnişdir. Ukropdur, indi bəziləri başa düşür, bəzi izləyicilərin başa düşmür, şüyt. Yəni, bunların sapıdır, yarpaqları olan yerdə iri-iri doğrayırıq. Biraz da əlimizdə belə edirik, suyu çıxan kimi olsun. Onu atırıq. Qara biber vururuq bir balaca. Çox yox, qara biber çox vurmaq lazım deyil. Ondan acı biber vururuq, paprika vururuq. Əgər pul biberimiz varsa da pul biber də vururuq. Ətotu vurmaq da olur. Varsa da vura bilərsən, yoxsa da vurmaya bilərsən. İntihası məndə var deyim, bir balaca ətotu da vururam. Birazcık stəkanın baxın burasından, yəni bir stəkan deyək də su vururuq, qəşəng qarışdırırıq, duzunu vururuq, ağzını örtüb, xaladenikdə bir gecə səhəri saxlayırıq, bir sutka. Elə bir çətinliyi yoxdur, indi ətim yoxdur, tam net şəkildə paylaşacağım sizlərə. İnşallah ət alanda, marinovka edən vaxtda da paylaşacağım. Bunu söz verirəm. Baxın, belə edirik. Mən indi iri olanda belə xırdalayıram. Lap belə xırda da etmirəm xaladenikə. Biraz xırdalayıram. Qovurulan vaxt ki, hasat pişsin. Baxın, artıq yumşaldı. Şimdi belə basanda görürsən ki, yumşaldı artıq. Ət pambıq kimi oldu. Bu artıq cız eləməyə başladı, bacılar. Mən gətirim. Kartoşkasını vurum, suyunu hazırlayın. Burası belə dursun. Tam da kurumasın. Akşam çayımızı içək, sonra da gedək, dincələk. Başı ayağı bəlli olmayan videomu burada sonlandırmaq istəyirəm. Sağollaşmaq istəyirəm. İnanın ki, mən də bir şey anlamadım bu videodan. Bu videonu xoş görün xanımlar. Bu video için hər birinizdən üzr istəyirəm. Yarı-yarımçıq olduğuna görə, bir şey alınmadığına görə. İnşallah daha gözəl videolarla gələrəm. Allah təki can sağlığı versin. Biraz da bizə enerji versin. Motivasiya versin. Bunu da doğru dedimi bilmirəm. Yaxşı olar hər şey, yaxşı olar. Davamlı olaraq çəkilişlərimizi edərik, videolarımızı paylaşarıq. Bəzən olur da insan yorğun düşür, həvəsdən düşür. Nə bilim, nə isə də istəmədiyi kimi olanda istəmir heç bir şey görə. Həqiqətən məndə olur bəzən elə büdrəmələr. Allah heç bir kəsi büdrətməsin. Hər zaman arxamızda dursun. Yolumuzu açıq etsin. Sağ olun, sağlıqla qalın. Allah'a emanet olun. Görüşərik inşallah.